Pişəvəri belə deyək, köhnə stajlı solçulardan biri idi. Əslən Xalxal bölgəsindən idi və Bakıda uzun müddət yaşamışdı. Ailəsi də Bakıda idi və 1930-cu illərdə Rza Pəhləvinin kommunistlərə, solçulara qarşı başladığı repressiyada həbs edilmişdi. Və Pişəvərini digər İran solçularla ayıran şeylərdən biri o idi ki, Pişəvəri həbsdə olsa da tanınmış solçu, Gilan hərəkatında iştirak edən solçu olsa belə 53-lər adlanan İranın məşhur Avropa təhsilli solçularından həmişə ayrı olmuşdu. Məsələn, hətta belə deyək də, yarı rəvayətləşmiş məsələlər var ki, Pişəvəri ilə 53-lər adlanan o Pəhləvi dövründə həbs olunan kommunistlər həbsxanada belə deyək, birləşməyə təklif edirlər. Pişəvəri olarsa sadəcə təhsilli solçular kimi belə deyək, yuxarıdan aşağı baxır və bildirir ki, bunlar real inqilab nədir bilmirlər. Bunların işi ancaq yazmaq, pozmaqdır. Yəni onu özünü İran solçuluğundan da ayrı tutmağı bacarmışdı. Sovetlərlə, Şimali Azərbaycanla bağlıdır və sevilir, təmizliyini qoruya bilir. Bu ideal belə deyək də rəhbər statusunu ona qazandırır. Və ilk dövrdən etibarən Pişəvər açıq-aşkar bütün bəyanatlarda, bütün qəzetlərdə bildirir ki, biz kommunist deyilik, biz milli partiyayıq. Azərbaycan Demokrat Firqəsinin bütün bəyanatlarında bu dəfələrlə vurğulanır. Təbii ki, bunun siyasi səbəbi də var idi ki, istəmirdi ki, bir şərq cəmiyyəti kommunist və ateist belə deyək də hərəkatla özünü əlaqələndirmək istəməz.